İxtisas seçimi zamanı onun tələbatlılığı, gəlirli olması əhəmiyyətli məsələlərdəndir. Günümüzdə gənclərin bir çoxu bu məqama xüsusi diqqət yetirirlər və əmək bazarını araşdırırlar. Lakin bəziləri isə sırf sevdikləri peşələrə can atırlar. Bəs hazırda ən qazanclı ixtisaslar hansılar hesab edilir? Təhsil eksperti Elçin Əfəndi deyib ki, xeyli sayda ixtisasları nümunə göstərmək olar. Əsasən informasiya texnologiyaları, kompüter elmləri istiqamətində olan ixtisasları görə bilirik. O cümlədən maliyyə, iqtisadiyyat sferalarını, həmçinin 3-cü ixtisas qrupunda əsasən hələ də hüquq, pedaqoji ixtisasları, bəzi tərcümə yönümlü ixtisasları, bura hansı ki, Koreya, Çin, Yapon, erməni dili daxildir. Və eyni zamanda 4-cü ixtisas qrupunda həkim tibb istiqaməti, stomatologiya, tibb bacısı, o cümlədən biotexnologiya və psixologiya ixtisaslarını görə bilirik. Həmçinin informasiya texnologiyaları üzrə yeni yaranan ixtisaslar, proqram təminatı mütəxəssisliyi, süni intellekt sahəsi üzrə, o cümlədən rəqəmsal ekspertiza, marketinq əmək bazarında üstünlük təşkil edir. Lakin yüksək tələbatlı və gəlirli peşə seçimi nə qədər vacibdirsə, insanın özünə uyğun gördüyü, sevdiyi ixtisasa yiyələnməsi də bir o qədər gərəklidir. Zərintac Mais qızı, Təbriz Qoliyev, Missiya TV.